Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli dəmir yol vağzalının Safxoz Nizamiyə getdikdə yolun sol tərəfində 2 mərtəbəli binanın birinci mərtəbəsində bax bir neçə otaq olan belə bir mənzil satılır. Qiyməti 35.000 manatdır. Mən bildiyimə görə qiymətində bir balaca razılaşma olmalıdır. Hal-hazırda mən sizə deməli zalını göstərirəm. Zalın uzunluğu mən elə gəlir ki, hardasa ola bilər də 8 metrdir, eni 3,5-dir. Bax bu cürdür. İndi isə ikinci otağa keçirəm. Yəni bax buradan bir neçə deməli otaqlar var. Həmin otaqlar haqqında sizə məlumat verəcəm. Bura isə otaqlardan biridir. Bax necə görürsünüz bu cürdə var. Sənədi çıxarışdır, yəni asan xidmətdə alqı-satqı gedən sənəddir. İndi isə deməli ikinci yaxud üçüncü otağa keçirəm. Bax bura deməli onu da deyim ki, bax bu həyət mənzildə bir neçə deməli hətta maşın daxil olur, lekkaboy maşın. Bax onu da deyim sizə. Bura isə deməli otaqlardan biridir. Yəni bax bu cürdür. Bura mini zalıdır. Bax necə görürsünüz. İndi isə mən 4 pilləkən yuxarı çıxıram. Bax belədir. Yenə təkrar edirəm. Bax bu deməli mənzil birinci mərtəbədə yerləşir. Ancaq buna baxmayaraq maşın daxil olur. Bax deməli hal-hazırda mən sizə hamamını göstərirəm. Qiyməti 35.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bura isə mətbəxidir. Bax bu cürdür. Çox yaxınlıqdan 2, 4, 9 nömrəli marşrutlar işləyir. İndi isə bax mən sizə bax yenidən bu ev sahibinin dediyinə görə bax bura maşın daxil olur. Yəqin ki sovet maşınıdır. Bax burada həmin ev sahibinə aiddir. Yenidən mən sizə bax bu cür göstərirəm. Bax belə qiyməti 35.000 manatdır. Qiymətində mütləq bir balaca razılaşma olmalıdır. Sizlərə uğurlar.